Doktor Sadiq kanalına xoş gəlmisiniz. Bugünkü mövzumuz çox insanı maraqlandıran və təəssüf ki, milyonlarla insanın həyatına təsir edən bir xəstəlik, Parkinson xəstəliyidir. Bu xəstəlik nədir? Kimlərdə daha çox rast gəlinir? Hansı əlamətlərə diqqət etməliyik və müalicə yolları nələrdir? Hamısını sadə şəkildə izah edəcəm. Başqa hansı xəstəliklə bağlı fikirləriniz olarsa yorumlarda bildirin. Video like atmağı, kanala abunə olmağı, bildirişləri açmağı unutmayın. Parkinson nədir? Parkinson xroniki, progressiv, yəni zamanla irəliləyən bir nevroloji xəstəlikdir. Əsas səbəbi beyində dopamin ifraz edən hüceyrələrin zədələnməsi və ya məhvidir. Dopamin hərəkətlərimizi idarə edən kimyəvi maddədir. Dopamin azalanda bədəndə hərəkət pozğunluqları başlayır. Əlamətləri: əllərdə, ayaqlarda və ya çənədə istirahət zamanı titrəmə, bradikineziya, hərəkətlərin yavaşlaması, geyinmək, yemək yemək kimi sadə işlərin belə çətinləşməsi, əzələ sərtliyi, qol və ayaqlarda bərklik, balans və yeriş pozğunluğu, addımlar kiçilir, yeriş sürəti azalır. Qolların yeriş zamanı az hərəkət etməsi, üzdə ifadələrin azalması, səsin zəifləməsi, yazının xırdalanması. Bundan başqa yuxu pozğunluğu, depressiya, qəbizlik, iyi bilmə qabiliyyətinin zəifləməsi də Parkinsonun gizli əlamətləri ola bilər. Ən çox 60 yaşdan yuxarı şəxslərdə rast gəlinir. Amma 5-10% hallarda daha gənc yaşlarda, 40 yaşdan əvvəl də başlaya bilər. Buna gənc başlanğıclı Parkinson deyilir. Kişilərdə qadınlara nisbətən bir qədər çox rast gəlinir. Genetik meyillilik, xüsusilə ailədə Parkinson halları varsa, baş travmaları, ətraf mühit faktorları, pestisidlər, ağır metallar, qocalıq prosesi, hüceyrələrin təbii olaraq zəifləməsi, bunlar Parkinsonun risk faktorlarıdır. Müayinə necə aparılır? Parkinson üçün xüsusi bir qan analizi yoxdur. Diaqnoz nevroloqun klinik müayinəsinə əsaslanır. Əlamətlərin tarixçəsi, pasiyentin hərəkətinə baxış, bəzi hallarda MRT və ya digər analizlər başqa xəstələri istisna etmək üçün aparılır. Müalicəyə cavab testi, levodopa dərmanını qəbul etdikdən sonra simptomların yaxşılaşması diaqnozu gücləndirir. Müalicə yolları: əsas məqsəd xəstəliyi tam sağaltmaq yox, simptomları yüngülləşdirməkdir. Dərman müalicəsi var, cərrahi müalicə, fizioterapiya və məşqlər, düzgün qidalama və həyat tərzi. Balanslı pəhriz, bol meyvə tərəvəz, omega-3 yağ turşuları, qəhvənin və yaşıl çayın müəyyən qoruyucu təsiri ola bilər. Yeriş məşqləri, yoga, üzgüçülük, ritmik idmanlar simptomların yüngülləşməsinə kömək edir. Dünyada təxminən 10 milyon insan Parkinsonla yaşayır. Ən məşhur xəstələrdən biri boksçu Məhəmməd Əli və aktyor Michael Foxdur. Xəstəliyin ilk əlamətləri bəzən motor simptomlardan 10 il əvvəl, məsələn, qoxu duyğusunun zəifləməsi ilə özünü göstərə bilər. Parkinson xəstəliyi insan həyatına ciddi təsir edir, amma erkən diaqnoz, düzgün müalicə və həyat tərzinə dəyişikliklərlə uzun illər normal yaşamaq mümkündür. Əgər özünüzdə və ya yaxınlarınızda titrəmə, yavaş hərəkət və balans pozğunluğu kimi əlamətlər görsəniz, mütləq nevroloqa müraciət edin. Sağlamlığınızı vaxtında qorumaq ən güclü dərmandır. Təşəkkürlər. Kanala abunə olmağı, bildirişləri açmağı, videoyu bəyənməyi və hansısa bir sualınız varsa yorumda bildirməyi unutmayın. Sağ olun.